deyirəm əvvəl deyirdilər ki, elə qəşəkləşib, kökəlib, nə qəşəkləşib. İndi deyirlər, elə qəşəkləşib, arıqlayıb. Bu həqiqətən niyə belədir ki, belə fikir dəyişdi? Mən düşünürəm ki, əslində qalanda arıqlamaq məsləhətdir və artıq piylərin olmamağı məsləhətdir. Həkim kimi deyim ki, bizə ziyandır. Çünki xüsusən də ki, 40-45 yaş üzərində premenopauzal dönəmə və postmenopauzal dönəmə gəldiyimizdə estrogen hormon sönür deyənə o piy toxuması ilə bədən əvəz olunur. İstər süd vəzləri, istər qarın piyləri ilə əvəz olunur. Və o piy vəzlərdə bizə lazım olmayan hormonlar ifraz edir ki, hansı ki, avtomatik olaraq süd vəzi xərçəngi riskini, yumurtalıq və endometrium xərçəngi riskini artırır. Ona görə artıq piylərin olması bizim üçün ziyandır və arıqlamağı mən də məsləhət bilirəm, amma bu sağlam şəkildə professional olmalıdır. Baxın, hər zaman xəstəliklərin profilaktikasından danışanda biz deyirik ki, düzgün həyat tərzi, düzgün qidalanma, sağlam arıqlamaq, bax, bunlar çox önəmlidir. Bilmədiyimiz, belə deyək, təsdiqlənməmiş dərmanlarla, kofelərlə, həblərlə deyil də, professional həkim təqibi ilə onları arıqlamaq daha yaxşıdır və o həkim zaten işini bilirsə, diyetoloqlarımız mütləq bir onkoloqlarla, endokrinoloqlarla məsləhət edirlər. İndi yəqin ki, İraydə xanım fikrimə belə deyim, qüvvət verəcək. Çünki bizim həkimlərimiz də ikimizin də eynidir. Əslində qalanda mən də İraydə xanımda, Nigar xanımda gördüm və izləməyə başladım. Mənə görə bir həkimə müraciət ediriksə də, bu ixtisasından asılı olmadan öncədən bir araşdırmaq və əmin olmaq, işlərini görmək. Ən əsası o son zamanlar biraz o mövzular işıqlandırıldı. Həkim olması lazım. Çox təəssüf olsun ki, dünən bir pasiyentə baxıram, cavan bir xanımımızdır. 41 yaşında bir qızımızdır. Həqiqətən ürək acısı ilə deyirəm bunu. Deyir, onkologiyaya göndəriblər, yumurtaqda bir törəmə, qarında maye. TikTokda gördük, sonra da elə qohumlarımız yönləndirdi. Çin səbabəti ilə müalicə. Yəni, onkoloji göstəriciləri hansı səviyyədə, qarın boşluğunda şiş yayılmış vəziyyətdə 3 aydır bunu yemə, onu eləmə, filan cürə yat, beşmən cürə bunu, bunları deməliyik əslinə qalanda. Baxın, arıqlamağa qızlarımız çox meyil edirlər. İraydə xanım, belə deyim də, ictimai bir simadır. Biz onu görürük, müğənnidir, hamı sevirik. Yəni, baxırıq, görürük, arıqlayıb və biz də mütləq İraydə xanım kimi olmalıyıq. İndi hər insan İraydə xanım əli çatmır, hər insan Nigar xanım əli çatmır, hər insan soruşa bilmir. Düzü deyirlər, hər zaman gizlətmirlər. Elə insan var ki, gizlədir, necə arıqladım, neynədim, amma sağ olsunlar, mən izləyirəm onları, efirlərdə bildirirlər və arıqlamağa cəhd edirlər, gözəl görsənmək istəyirlər, hamı indi bu zamanə sosial bir, belə deyək, dövrdür və hamı sosial şəbəkələrdən izləyirlər, amma bunun altında həqiqətən doğru düzgün bir müalicələr aparılması və mən hər zaman deyirəm ki, biz qadınlar fərqli bir orqanizmik, endokrinoloji sistemlə idarə olunan bir orqanizmik, yoxlanmamış, süd vəzləri yoxlanmamış, yumurtaqlar yoxlanmamış, qalxanvari vəzi hormonları yoxlanmamış, dərhal hər hansı bir preparatların arıqlamaq üçün lazım o qidada bəlkə elə bir şeylər var ki, sən öz başından onu çıxardırsan rasionundan, amma əslinə qalanda o sənə lazımdır. Ona görə bu cəhətdən də xanımlarımıza sözümüzü çatdırmış olaq ki, professional yanaşsınlar hər işə ki, diyeta saxlayıb, sağlamlıq olanda zaten zahiri gözəllik ardıncan gəlir. Amma ən çox da 40 yaşından yuxarı xanımlarımız qidalarına xüsusi diqqət yetirsinlər.